Salam, xoş gördük əziz şagirdlər. Bugün sizlərlə səriştə əsaslı tapşırıqların həllini öyrənəcəyik. Əvvəlki illərdə beynəlxalq qiymətləndirmədə istifadə olunmuş tapşırığa baxaq. Feris çarxı. Feris çarxının birinci sualını əvvəlki videoda izah etmişdik. İkinci sualına baxaq. Feris çarxı sabit sürətlə fırlanır. Çarx 40 dəqiqəyə bir tam dövr edir. Con P nöqtəsindən deyir hərəkətə başlayarsa, yarım saat sonra hansı nöqtədə olacaq? Demək, çarx 40 dəqiqə əgər bir tam dövr edirsə, onda burada hərflərə diqqət etsək çevrənin üzərində 4 dənə nöqtə verib P, Q, R, S nöqtələri və bu çevrəni 4 bərabər hissəyə bölüb. Demək, əgər 40 dəqiqəyə bir tam dövr edirsə, onda biz 40-ı 4 yerə bölərik. Bu da eləyər 10 dəqiqə. Yəni, bu deməkdir ki, iki qonşu nöqtə arasındakı məsafəni getmək üçün 10 dəqiqə vaxt lazımdır. Bu da 30 dəqiqə, yarım saatda 30 dəqiqə bərabər olduğuna görə deyir ki, Con P nöqtəsindən başlayarsa 30 dəqiqə hansı nöqtədə olacaq? Bu, əgər bir bölgü arasında, yəni P və Q arasındakı məsafə 10 dəqiqəyə gedilirsə, demək, buradan bura qədər 10 dəqiqə vaxt lazımdır. Q-dən də R-ə getmək üçün 10 dəqiqə vaxt lazımdır. Bu ilə də 20 dəqiqə və R-dən S-ə getmək üçün də 10 dəqiqə vaxt lazım olduğuna görə demək, 30 dəqiqə ərzində Con P nöqtəsindən hərəkətə başlayarsa S nöqtəsində olacaq. Və belə əziz şagirdlər, bununla da ikinci sualımız sona yetdi. Sağ olun, gələn görüşənədək.